İran vətəndaşı Azərbaycanda hansı əsaslarla həkim kimi fəaliyyət göstərir? Özünü həkim kimi təqdim edən İran vətəndaşı Muhammed Mehdi Aslaninin Azərbaycanda tibbi fəaliyyət göstərməsi ilə bağlı suallar yaranıb. BTV xəbər verir ki, sosial şəbəkələrdə və digər platformalarda Muhammed Mehdi Aslaninin şəkərli diabetin müalicəsi ilə məşğul olduğu və pasiyentlərin bu xəstəlikdən tamamilə xilas edilməsinin mümkünlüyü ilə bağlı iddialar səsləndirdiyi bildirilir. Məsələ bir sıra suallar doğurur. Muhammed Mehdi Aslani Azərbaycanda hansı hüquqi əsaslarla tibbi fəaliyyət göstərir? Onun həkim kimi fəaliyyət göstərməsinə icazə verən müvafiq sənədləri və ixtisası varmı? Xaricdə aldığı tibbi təhsil və ixtisas Azərbaycanda müvafiq qaydada tanınıbmı? Praktik tibb fəaliyyəti üçün tələb olunan prosedurlardan keçibmi? Azərbaycan qanunvericiliyinə əsasən praktik tibbi fəaliyyəti müvafiq tibb təhsilinə və qanunvericiliklə tələb edilən hallarda qüvvədə olan sertifikasiya sənədlərinə malik şəxslər tərəfindən həyata keçirilməlidir. Özəl tibb müəssisələrində sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb fəaliyyətinə baxılmasına yol verilmir. Eyni zamanda özəl tibbi praktika qanunvericiliklə müəyyən edilmiş qaydada və şəxsin ixtisasına uyğun həyata keçirilməlidir. BTV məsələni araşdırır. Muhammed Mehdi Aslaninin Azərbaycanda tibbi fəaliyyət göstərmək hüququnun olub-olmaması, müvafiq sənədlərinin mövcudluğu və şəkərli diabetlə bağlı səsləndirdiyi iddiaların elmi tibbi əsasları barədə aidiyyatı qurumların mövqeyinin öyrənilməsi nəzərdə tutulur. Araşdırmanın nəticələri rəsmi cavablar əsasında ictimaiyyətə təqdim ediləcək. Təfərrüatlar tezliklə BTV-də.